Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Pythondan beləsinə bir suala baxırıq. Fraqmentin nəticəsini istəyir bizdən. Deməli, biz burada diqqət etsək, görürük ki, s bərabər s plus k, k-mız 2-dir, s-in üzərinə 2 gəlir, neçə olur 2. K-nı 2-yə vuruq olur, neçə 4. i-miz neçə olur 1. 1. Gələn dəfə gəlirəm, deməli, s plus k, yəni bu dəfə 4-ü gəlirəm üzərinə. K-mız neçə olur? 4-ü 2-yə vuranda 8. Bu da oldu neçə 2. Gələn dəfə gəlirəm. Bunun üzərinə təsdiqdən k-nı 8-i gəlirəm. Bu 8 olacaq 16, bu da olacaq 3. Sonra bu 16-nı k-nı yəni gələcəm. Nəsə sonra 32-ni gələcəm və s. və s. beləcə gedəcəkdir. Çünki sən k-nı 2 dəfə artırırsan və s-in üzərinə gəlirsən. Deməli, siz burada diqqət edəndə görürsünüz ki, bu bir həndəs silsilədir, elədirmi? İndi mən bunu belə dənə-dənə yazıb da gedə bilərik. Hə, görək bu cəm nə vaxt 66666-dan böyük olacaq ki, mən çıxım, print gəlim, yeni çap edeyim. Deməli, biz bu sayı tapsaq, dövrün sayını, vurarıq elə 1-ə, cavabımızı alarıq da. Deməli, düsturumuzdan istifadə edək. Demək, 2 vurulsun, vuruğumuz. 2 üstündə n minus 1, bölünsün 2 minus 1, düzdürmü? Böyükdür, bərabərdir 66666. Belə bir şey. Bu da neçə edəcək? Deməli, 2 vurulsun 2 üstü n minus 1 böyükdür, bərabərdir 66666. Bunu da 2-yə böləndə deməli, sağ tərəfimizi burada bizə qalar 2 üstü n minus 1 böyükdür, bərabərdir 33333. Düzdür? Biri də keçirdək bu tərəfə. Bu da 2 üstündə n böyükdür, bərabərdir 33334. Biri keçirdik bu tərəfə. Vəssalam, indi mən belə deyim də, buradan n-ə neçə qoysam, bundan böyük bərabər olacaq. N-in yerinə neçə qoysam. N-in yerinə mən 2 üstü 15 qoysam, bu birisi ki 32768-dir də. Düzdürmü 2 üstü 15? Mən bura 16 qoymalıyam ki, bu şərt ödəsində böyük bərabər olsun 33334-dən. 15 dedik ki 32768-dir. Ona görə bu n-in yerinə neçə qoyacam? 16. Tapdıq ki, dövrümüz neçə dəfə işlədi? 16 dəfə. Bu da ki, i burada elə 1-dir də. Amma bura diqqət edin də, yəni 2 də ola bilər. 1-dir, elə cavabımız nə olacaq? 16. Deməli. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın.